Rus dilini bilənlər də iş var yoldaşlar. Mən sizə bir neçə variantdan bəhs etmək istəyirəm rus dili bilənlər üçün. Misal üçün, çağrı mərkəzində operator işi var Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində. Hər hansısa bir yerdə iş təcrübəniz varsa ümumi olaraq 1 illik, ali təhsiliniz varsa, orta səviyyədə rus dili bilginiz varsa, ofis proqramlarını bilirsinizsə, düzgün diksiyanız varsa, gərgin iş rejimində işləmə bazarınız varsa, Aynaday Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində çağrı mərkəzi operator işi var. Bundan əlavə yoldaşlar, başqa işlər də var. Buna bənzər başqa işlər var. Misal üçün, telemarketinq mütəxəssisi var Leobankda. Bu da misal üçün, ali təhsil tələb edir. Rus dilində, misal üçün, bu orta dildə mükəmməl bilmənizi tələb edir. Yüksək kommunikasiya bazarı tələb edir. Bu da bənzəri sahədir. Bu tipli işlərdən bir neçəsi olmalıdır, səhv xatırlamamsa. Başqa işlər də var təbii olaraq yoldaşlar. Onlardan da bəhs etmək istəyirəm. Mən sizə qeydiyyatçı işlər də var, fərqli logistika sahəsində də var, satıcı işlər də var. Misal üçün, yoldaşlar, məlumat xidmətləri üzrə assistent işi var Paşamolsda. Yaxşı müştəri xidməti və təşkilatçılıq bacarınız varsa, Azərbaycan, İngilis və rus dillərində səlis danışa bilirsinizsə, ofis proqramlarında işləmə bacarınız varsa, Paşamolsdakı bu işə də müraciət edə bilərsiniz. Sonra hava limanında iş var yoldaşlar. Heydər Əliyev adına beynəlxalq hava limanında iş var. 12 saatlıq bir işdir, 2 növbəlidir, 900 manatlıq bir işdir. Nə işidir? Sərnişinlərə xidmətin təşkili üzrə agent işidir. Xanım olmalısınız. Xidmət sahəsində 1 illik iş təcrübəniz olmalıdır. İngilis və rus dillərini yaxşı səviyyədə bilməlisiniz. Yəni B1, B2 səviyyəsində bilməlisiniz. Bundan əlavə problemli ödənişlər üzrə operator işi var yoldaşlar. Kontaxomdadır bu da. Səlis Azərbaycan və rus dili biliyi tələb edir. Xoş səs tonu tələb edir. Müştərilərlə ünsiyyət qurma bacarığı tələb edir. 400-600 manatlıq bir işdir yoldaşlar. Bundan əlavə Avrasiya Tərcümə Mərkəzində 21-30 yaşlı xanımlar üçün, ali təhsilli olan şəxslər üçün, Azərbaycan və rus dilini bilən, ofis proqramlarında işləmə bacarığı olanlar üçün qeydiyyatçı işi də var yoldaşlar. İş günü 5 günlükdür. Sonra resepsiyon işi oteldə də var, amma bu kişilər üçündür, 18-25 yaşlı kişilər üçündür. Rus və İngilis dillərindən hər ikisini danışıq səviyyəsində bilməlisiniz yoldaşlar. 8 saatlıq iş rejiminə malikdir. Saat günorta 3-dən başlayır iş. Ofis meneceri işi də var Promax şirkətində. Ali təhsiliniz varsa və bu sahədə, ofis meneceri sahəsində belə deyim, 1 illik iş təcrübəniz varsa, rus dilini bilirsinizsə, öz dilimizi də bilirsinizsə, 600 manatlıq belə bir iş imkanı da var. 5 günlük iş rejiminə malikdir. Elmlər Akademiyası metrosu yaxınlığındadır. Bundan əvvəl resepsiyon işi Biolada da var. 400 manatlıqdır. 22-30 yaşlı şəxslər üçündür. Orta təhsiliniz varsa, səlis və aydın nitq qabiliyyətiniz varsa, rus dilini mükəmməl bilərsinizsə, nə gözəl. Çünki həmin şəxslərə üstünlük verirlər. 5 iş günlük rejiminə malikdir. Buna və satıcı kasser işi də var. Əmək haqqısı yoldaşlar 800 manatdır əmək haqqı formatında, amma bundan əlavə əmək haqqıdan əlavə bonuslar da var. Rus dilini sərbəst bilirsinizsə, satış sahəsində heç olmasa 1 illik iş təcrübəniz varsa, satıcı kasser vakansiyası da var. Həm bəylər, həm də xanımlar üçündür yoldaşlar bu iş. Başqa işlər də var. Misal üçün, Bakı TV-də qeydiyyatçı işi də var. Platis Sky şirkətində də qeydiyyatçı işi var. Məsələn, Ramp Holdingdə logistika üzrə təcrübəçi işi var ki, rus dili bilənlər üçündür bu vakansiyalar. O işlərdə müraciət edə bilərsiniz. Fərqli başqa işlər də ola bilər yoldaşlar. Mən sizə ən yenilərindən seçib sizin üçün paylaşdım. O işlərlə də tanış olmaq üçün və yaxud da bu işlərə müraciət etmək dəstək istəyirsinizsə və yaxud da fərqli sahələrdəki işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlə iş tapmanıza dəstək istəyirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesajlaşa bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə kanala daxil olun, Toğrul kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsilə götürüb mesaj yaza bilərsiniz.